Selam elə hamıya. Ay Yedəçka. Selam elə. Sen ne kalmıştın? Bugün videonu senden açaq. Hı? Mamiye imkan verməmişdin videolar çəkməyə, hə? Əblə həyasızlaşıb da Yedəçka xanım. Bir dəqiqə dayanmır. Mən ancaq aç kimin peşindədir. İçidə bir dalaşırıq. İçidə bir ev tökür, paltarlar tökür orada. Baxın, yenə tökürdü. Yəni bir gündə neçə dəfə şkaflara tökmək olarsa o qədər tökür təsəvvür gətirin. Mən hər dəfə də yığışdırım, qatlayıb qoyuram, yenə geyir. Xeyri yoxdur. Xeyri yoxdur bu qıza. Geyirəm səni yatdırmağa, sonra işimin yüzümün dalayıcı. Gəlmişdim hamam otağına biraz sevgiyi salmağa. Böyle fenləri falan çıxartdım, elədim. Yerləşdirəndə yadıma düşdü ki, bunu sizinlə paylaşmalıyım. Desəz ki, niyə? Mənim, yəni bilənlər bilir, uzun saçlarım var idi və uzun saçlar demək olar gündə 5 dəfə də olsa, lazım olsa, yenə fenli yedim, yenə xoşuma gəlirdi. Fərqli saç düzümləri, gündə bir dənə haqqı verirdim sözün, uzun sözün qısası. Və mən əvvəllər nə qədər fen alım. Yəni yarım ildən artıq işlətmirdim. Bilmirəm niyə elə oldu. Bilmirəm, çox tez mi işlədirdim deyə elə olurdu, yoxsa fenlərim keyfiyyətsiz olurdu. Amma bu feni artıq düz 8 ildir mən işlədirəm və nətəri işlədirəm də təsəvvür edin 8 ildə nə qədər az işlənə bilər ki. Düzdür, uşaqlar falan oldu ara sıra, bəzən elə vaxtlar oldu ki, işlədə bilmədim. Amma yəni 8 ildə ən azı 4 il dayanmadan hər gün işlətmişəm. Və 8 ildə hələ də sapsağlam durur. Bir dənə burasını ötən gün bilməm nə dəydi, onu da silə CMC-yə sürücüyə dırnaqdım. Yəni əgər fen axtarışındasınızsa belə bir şey ola bilərsiniz. Yəni əsla reklam falan deyil. Sadəcə olaraq dediyim kimi hamamı yığışdıranda belə rastıma çıxdı. Ötən illərdə falan qızlar soruşurdular hansı fenden istifadə edirsiniz deyə fenden video çəkib qoyanda. Yəni bunu ürək rahatlığı ilə alıb istifadə edə bilərsiniz. Və bir də onu deyə bilərəm ki, bu feni mən təkcə düzləşdirməkdən ötürü istifadə eləmirəm. Bu hissəsi belə biraz yumrudur, gördüyünüz kimi. Bunu bağlayayım burasını. Baxın, biraz belə yumru fason olduğuna görə mən bu ilə saçlarımı da çox rahat bir şəkildə vururam. Uzun olanda da bu ilə vururdum saçlarımı. Yəni buran fen sadəcə qıvırcıq eləyən fenim var. Nazikliyini ola göstərərəm. Amma normal yekə buruqları mən bununla eləyirəm həmişə. Yəni başqa bir buran fenim yoxdur. Yəni bunu həm düzləşdirməkdən ötürü istifadə edirəm, həm vurmaqdan ötürü çox effektlidir. Yəni bir fəndə iki bir şeyin olmağı məncə. Bu buran fen dediyimdə budur. Bildiyiniz kimi bu ilə çox xırda buruqlar alınır. Bunu çox tez istifadə eləmirəm. Markasında nədir bilmirəm. Galaxy nəysə. Mən çox ucuz almışdım bunu. Amma hər deyəndə istifadə eləmirəm. Uşaqlara görə vaxtım olmur saçlarımı qıvırcıq eləməyə. Ayda ildə bir dəfə beynimə düşəndə işlədirəm, nə yox. Bu fenin buradan kilit hissəsi var. Bayaq bağlamışdım gördüyünüz kimi. Və burada da artırıb azaldan yerləri var. Söndürən yeri var. Bunun dərəcəsi 230'a qədər artır deyəsən. Amma mən 230 gərək durmuram heç demək olar. Arası tələsəndə eləyəndə tez qızsın deyə 230'da qaldırıram. Normalda belə 200'də falan saxlayıram. Çox tez bir şəkildə qızır və tez bir zamanda, yəni bir dənə saçımı üstündən 3-4 dəfə getmirəm. Bir dənə çəkirəm, şo bitdi, hazırdır. İndi saçlarımı düzləşdirəsiyəm. Saçlarımı düzləşdirəsiyəm deyəndə mənim saçlarım normal olaraq belədir. Az-maz dalğalıdır əslində. Prosto indi saçlarım qısadır deyə bu hissələri belə çiynimə falan dəyir deyə belə qatdalanır və bu qat şeyindən mənə heç xoşum gəlmir. Ona görə də ara sıra belə 2 dəqiqə fenləyirəm. Yəni mən saç fenləməyim, makyaj eləməyim 5 saata 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə durum saç fenləyim və yaxud makyaj eləyim, yox. Tuju 2 saniyəyə sürdürəm, 2 saniyə qaşlarıma bir şeyi sürdürəm. Bir də üz kremi təbii ki, heç nə olmasa belə üz kremi SPF yəni La Roche'un. Bu 30'dur amma 50'si almaq istəyirəm havalar isindiyinə görə. Hər neysə. Gəlin sizə göstərim bax indi taxdığım hardasa heç 2 dəqiqə olmadı demək olar. Oje qızıtdı. Bura belə əl vuranda hiss edirsiniz deyə qızıtdı yox. Zaten hal-hazırda dediyim kimi saçlarım düzdür. Çox da o bilsin hiss olunmuyor aslında. Fərqi olundu. Fərq hissi olundu məncə. Yəni bir dəfə fenlədim. Görüyorsunuz. Ona görə də məndən ötürü çox rahatdır belə saçlarımı düzdür uzun deyil, çox qalın deyil, vəbşi qalın deyil saçlarım.
Amma yəni ona rəğmən yenə də 2 dəqiqəyə hazır olur mənim saçlarım. Prosta dal tərəflərini arada bir görmürəm. Elə çıxıb gedə bilirəm. Pünan evdə olanda Pünandan soruşum, sənlə bax gör o da əyri yeri qaldı. Amma yəni heç bir hissəsi hazırdır saçın. Və belə xal xətir qalmasın deyə üstündən ikinci posta keçirəm ümumi olaraq. Bax indi videonun saniyəsi kəsməyəsini görək neçə dəqiqəyə mi, neçə saniyəyə mi mən hazır olub qutarım. Tokma meşat elədim. Deyəsiz Ülviyə, saçların zaten sənə düzdür, zaten gödəkdir. Amma yox, həqiqətən dediyim kimi mənim saçlarımın uzun olan vaxtları oldu. Onda belə, yəni bir dəfə çəkmişəm feni. Vurmaq da istəyəndə nətər eləyirəm. Bunu belə götürürüm, hal-hazırda vurmaq istəmirəm. Beləsinə fırlayıb çəkirəm aşağı doğru. Hal-hazırda vurmaq istəmirəm deyə o eləməyəsiyəm. Hazırda bir də mənə burada belə xırda saçlarım var. Həmişə əyri duran. Hazırdır. 2 dəqiqə belə bitmədi. Oje hazırım. Belə oldu qəşəng. Əgər saçlarınızda bu hissələrdə belə mənim kimi belə vuruşlar qalmağını istəmiyorsunuzsa, qoy onu göstərim sizə. Estelin belə bir məhsul var. Əlinizə belə bir damcı su tutursunuz. Lap az. Bir çıqqın. Belə ən yaxasan hər yerini. Belə vursan saçlara. Onlar gedir. Oturur yerler. Ben prosto çok vurmak istemiyorum çünkü o biraz böyle sulu kimi mi görsənədiyim, yağlı kimi mi görsənədiyim o görüntüdən xoşum gəlmir. Belə saçların abdan uçuşmağıma görə daha qəşəng dinləyincə belə yapışmağı təpəmə. Bay yapışdırdım amma sizə göstərim deyə. Çox adam istəyir ki, belə daha səliqəli dursun, belə oradan bir şeylər çıxmasın, eləməsin. Bundan istifadə edir. O qədər qəşəng ətri var ki, yəni bu saçınıza sürtüyor, vahşi ümumiyyətlə ətir falan işlətməyə heç gərək qalmır həqiqətən. O qədər gözəl ətir var belə. Sən gəzəndə o ətir səndən ətrafa yayılır. Möhtəşəm bir şeydir həqiqətən. Bu hissələrdə belə vurmaq olar təbii ki, mən xırda saçlarıma çox kömək olur. Belə, hazırım. Ayda hazır yatmışkən özümüzə çəki düzən verdik biraz saçımıza. Saçım səliqəsiz olandı və özümü ekstra bir səliqəsiz hiss edirəm. Yəni makyaj falan olmasın, o önəmli deyil. Amma saçlarım biraz belə əyrilik varsa əsəbləşirəm. Ona görə belə tez-bazar bir şeyləri eləməyə çalışıram hər dəfə. Hər dəfə deyəndə zaten bir dəfə eləyirəm, ondan sonra yuyana qədər daha saçlarımı mən vurmuram. Arasında bir dənə yadıma düşəndə tarayıram, Hazır Ayda xanım yatarkən belə brokkoli qoydum bişməyə. Bizdə brokkoli asker çox xoşlayır həqiqətən. Belə alır əlinə içdə bir yeyəcəzir. Mən də xoşlayıram əslində. Asker xoşlayandan sonra mən də yeməyə başlamışam, nə yalan deyim. Əvvəllər mən də bəyənmədim. Yəni normal insanlar kimi brokkoli eşidən kimi eləyən bir adam idim. Amma asker xoşlayır deyə yedi. Asker yeyəndən sonra özüm də dadına baxmaya başladım və gördüm ki, yəni adi bir tər əvəzdir, maraqlıdır. Yəni chips əvəzinə yemək olar həqiqətən. Mən belə nətər bişirəm. Sadəcə adi su tökmüşəm, yaxşı yumuşam brokkoliləri, bura əlavə edirəm. Çox az bir şəkildə qaynadıram. Belə çox qaynatmaq deməyək də, biraz su isinir. Su isinəndən sonra rəngi dəyişilmədən götürürəm tez. Çünki rəngi dəyişiləndə əsər qətiyyən yemir. Bir də xıç-xıçlığı itəndə əsər qətiyyən yemir. Ona görə biraz da belə isti suyun içində demək olar bişirirəm, götürürüm. Ayda da verəsiyəm bu arada. Çünki Ayda yenə deyəsən diş çıxardır. Qoy belə danışım. Belə sevinsən ki, ay Allah sağ şükür. Ura hər şey yoluna düşdü. Nə bilim uşaqlar bağçaya gəlirlər. Ayda nə bilim diş problemi qutardı, narahatçılığı qutardı, biraz böyükdü, gəzmək istəyir, oynamaq istəyir, danışmaq istəyir. Tıp yenə bir şey çıxır. Yəni bir hələ ürək rahatlığı ilə nəfəs ala bilmirsən. Yenə də Aydan qızdırması var. Dünən axşamdan bəri demək olar. Gecə səhərə kimi yenə qızdırması oldu. Düzdür, yatır amma bilirsən ki, narahatdır, belə ürək tutur, nə olur, bilirsən ki, ağzına suyu olur, yenə dişimi çıxır deyə yəqin ki, düşünürəm ki, arxa dişləri çıxır. Bir dənəsi çıxmışdı arxa dişləri. Amma hamısı çıxıb tutarmayıb deyə yenə yəqin ki, dişləri çıxır, yenə narahatdır. Bütün günü məndən ayrı olmaq istəmir. Yenə bugün yəni güc bəla ilə yemək bişirə bilmişəm, qaça-qaça elə. Nağarasıyım biraz ağlada. Biraz ağlayıqdı, biraz bişirmişəm, sonra biraz
kuxna mebelin üstünə qoymuşum ki, bir yerdə bişirək ki, baxnağa. Yəni yemək bişirməliyəm də, o uşaqlar nə yesinlər, yazıqlar gəlib axşam. O işim bitər. Zorla hal-hazırda yuxulana bilmişəm. Bayaq da səhər bir forsda yatdırmaq istədim. Taqqıltı gəldi. Oyandı yuxudan. Ay Allah, nə qədər ağladı. Düz yarım saat dayanmadan ağladı. Sakitləşdirmədim. Axırda qucaqlayıb yatdım ki, balaca yatsın, yuxuya düşsün. Onu qucaqlayıb yatan özüm də yatıb qalmışım. Bir də görürəm saat 12 oldu. Normalde 12'də bütün işlərimi qutarıb görürəm 12 oldu, işləməmişim. Ona görə demiş ki, ayda ağlada yemək bişirmişəm. Daha nə qədər olan şeydə ara sıra ağlasın işte. Bizim bir tane qohumumuz vardı, şu ağlayan deyildi, narahat onu qoy ağlasın, biraz ciğerləri açılsın. İndi qoy ciğerləri açılsın, fikir yoxdur. Dedim qoy yatsın, yuxusunu alsın, maşında yuxulamasın, birazdan Əsgərin Esra'nı götürməyə geyəsi yox. Əsgərin Esra'nı götürməyə geyəndə Əsgərin Esra bağçadan çıxmaq istəmirlər. Ayrı bir də maşında yuxulayıb qalandı da, bilmirəm o maşında qoyum düşüm, oyadım düşüm, oyatsam, yəni ağlaya durur, maşında qoyub düşsəm, qaça ceyib qayıtmalı olam. Əsgərcil gəlmirlər. Bilmirəm yəni, ortada qalmış olam da. Aləm dəyir bir-birinə söz məsələsindən. O görə dedim, qoy biraz evdə yatsın, yuxusunu alsın. Ciyəndə heç olmasa oyaq olsun, qucağımda aparım. Bu difçəyi sizə göstərmişdim. Bu evdən gətirdiyim difçəkdir. Baxın nə qəşəng yoxdur. Qəşəng hamama soxduq, çimdirdik. Qəşəng təmizləndi, tərtəmiz və oldu gözəl. O birisilər də belə. Amma bu ətir şahım niyəsə belə bu fəsildə özündə olmur. Sarala geyir, su tökürəm, nə bilim, baxıram, yəni qulluq edirəm, amma yenə də bilmirəm, yaylıq deyilmi ətir şah, bilmirəm, anlamıram mən. Qışda çox qəşəng olur, super olur, yaşıl hər yeri, bir dənə sarı şey görməzsən. Amma yay gəldi, hər yeri saralmağa başlayır. Nə qədər sevim, bayaq təmizləmişəm. Beləm də mənim digər çiçəklərim. Ən sevdiyim də budur. Çünki mənə ilin bir neçə ayında, qışda, yayda, yazda, fərqli fəsillərdə amma çiçək verir. Ona görə ən sevdiyim odur. İnciməyin, kusura baxmayın. Amma belədir. Bu aralar yenə Valbes'ten alışveriş eləməyə başlamışam. Normalde dayananda başlayamıram, başlayanda dayanamıram. Yenə başlamışam, bir ara dayanmışdım çox şükür. Hər neysə, amma lazımlı şeyləri alam. Lazımlı şey aldığım. Hər neysə, o da lazımdır da. Deməli, Esra'nın ad günü olası bildiyiniz qədərilə, bilmədiyiniz qədərilə bir sorudan biləsiniz ki, Esra'nın 9 may ad gündür və belə sadikə falan da şey hazırlamaq lazımdır. Axı, ora paketlər sifariş eləmişəm. Bir də Esra'ya soruşmuşam, nə istəyirsən ad günü? Deyir, krasivaya platya для prinsesi. Mən deyir, prinsesiyəm. Prinsesa platyası istəyirəm. Amma mən də fikirləşdim ki, belə hər hansı bir multik qəhrəmanı, onu alıb giyməkdansa daha qəşəng bir şey alam. Aydaçka xanımın da günündə giyinər. Bir daşdan iki kuş vururuq. Qəşəng 2 dənə don sifariş eləmişəm. Əslində bir dənəsi çox xoşuma gəldi. O razberi yox idi. Son momentdə bir dənəsini tapdım deyəsən ki, bir qaytarsın oldu. Son momentdə tapdım yəni. Ondan əvvəl başqa bir o razberi yox deyə sifariş eləmişəm. O da qəşəngdir əslində, amma digəri daha çox xoşuma gəlir. İndi deyəm gəldi уже Valbirəsə. Tez gəlir oradan zakaz edəndə 2 günə, 3 günə maksimum. Deyəm Esra'nın özü ilə geyim. Qoy seçsin görə hansını istəyir. Əslində mən birinci sifariş elədiyimi istəyəsizdir, 100% əminəm. Amma mən o birisini istəyirəm. Görə tola da biləm Esra'nı. Esra cəmi onu götürək. Xoşuma gəldi. Balacılarını ötürü hazırlanan donlardan böyüklər üçün də hazırlasınlar. Nə olar ki? Çox qəşəng şeylər o. Esra'ya deyəm, günah nə həddi istəyirsən, maddi maşın deyəm, ayaq ol, sən qız uşaqsan, ev dolu maşınla, o qədər maşın var, təsəvvürə gətirin. Balkonda hardasa 3 dənə, 4 dənə çamadan var və 3 dənəsinin içində ən azı iquşka var, maşın var. Hansısa deyəm ki, məsələn, kiməsə verək, tullayaq sınanları da, sınanları əslində bir iki sertifikat tullamışım, nə yalan deyim. Əsgər yox, verməyəsən. Mən bilmirəm o qədər maşın hər neyəsə meyvə də sığışmır deyim ki, balkonda qaldı. Balkonda addım atmağa yer yoxdur. Düzdür, balacadır balkon, amma yenə də addım atmağa belə yer yoxdur. Ha, yenə deyib, maşın istəyirəm, ayaq ol maşını. Neysən, qızsan səndən ki, saçıma vurmağa rezin istəyirəm, nə bilim, sumka istəyirəm, qəşəng ayaqqabı istəyirəm, palıçka istəyirəm, sehirli nə istəyirəm. Yox. Əsgərlə böyük deyil ki, əsgər də olmaması. Əsgər nə istəsə onu istəyir, əsgər nə desə onu eləyir, əsgərin sözü ilə durur, oturur.
Obşim, Esra'ya nəsə elətdirmək istəyirəmsə, əgər Əsgərə deyirəm ki, Əsgər Esra'dan bu eləsin. O dərəcədə. Belə, nə bilim, bilməm, sonrasında təavülasıdır. Ümid edirəm, biraz böyüyəndən sonra Aidi ilə qoşulaşar. Onda daha rahat olar deyə düşünürəm. Obşim, Valbresdən sifariş verdiklərimi sizə göstərəsiyəm. Bir dənə sumka sifariş eləmişəm. Esra'ya əslində göstərmişdim onu. Dedim ki, takoy xoç, daha istəyirəm. Ona görə onu sifariş edəsə oldum. Belə ad günündə yəni düşünürəm ki, belə həm maraqlı bir şey olsun, həm işlədə biləcəyi bir şey olsun. Yəni mənasız bir şey alıb evə yığmağın nə mənası var ki? Hə, bir də nəyi unutdum deməyi. Deməli bu ad gününə Esra'nın, üstəlik Aydanın 11 ayı bitir. 11 ayına tort hazırlamaq istəyirəm. Belə içərisinə konfitür, belə meyvə jelelər, meyvə konfitürü, meyvə nə deyirlər Azərbaycan dilində? Meyvəli sloy deyək də. Meyvəli qat hazırlamaq istədim. Sonra videolara baxdım. Əslində bir dəfə hazırlamışdım. Çox qəşəng alınmışdı. Amma düzü Ayda da hal-hazırda yenə narahatdı falan deyə düşündüm ki, çox elə bir şeylərə girməyim də. Çox vaxt aparası. Zaten tort bişirəsiyəmsə biskvit hazırlamaq lazımdır, krem hazırlamaq lazımdır, bəzəməyə vaxt lazımdır. Onlar vaxt aparır deyə düşündüm ki, qoy onu hazır alım. Hazır alım dediyim meyvə püresi kimi bir şey sifariş eləmişəm. Yox, o da gəlsin nətə olur. Ayı da ay günündə prob eləyəsiyəm, nətərə alınır deyə. Ay günündə daha doğrusu. Geçən olsa Esra'nın ay günündə də eynisini hazırlayasam. Çünki çoxdur, yarım kiloluq sifariş eləmişdim, səhv eləmirəmsə. Yəni yetərsidir. Zaten böyük bir tort hazırlamırıq biz ay günlərində falan. Balaca bir şey olanda bəs olur. O da sifariş eləmişəm, gəlsin yox dadına təavül dadı geçən olsa, düşünürəm ki, o da sifariş eləmək daha yaxşıdır. Nəinki almaq həm pul baxımından daha ucuz qiymətə başa gəlir, həm vaxt baxımından vaxt çox itirmirsən, həm də tortun dadı daha dəyişik, daha fərqli, daha dadlı ola bilər. Sizlə bölüşəsiyəm mütləq. Çünki Rusiyadan mən izləyən qızlar var. Burada çox adam yazılır ki, Rusiyadan izləyirik. Yəni maraqlı olsa, əgər sizə Valbresdən sifariş edə bilərsiniz. Çünki rahat oradan sifariş eləmək. Yəni mağazaya gedib nəsə axtarmaqdansa, tapmaqdansa, yorulmaqdansa, gəzməkdansa, bir saat fırlansa, həm axtardığın şey də tapmaq olmur rahat bir şəkildə mağazalarda, marketlərdə. Amma Valbres demək hər şey əl altındadır. Plus evə yaxın yerə gətirirlər, plus kuryerlə də göndərilmə var artıq çıxdı deyəsən, orada belə bir punkt gördüm sanki. Belə yəni. Bu arada Valbres'in əməkdaşlıq eləmirəm. Yəni öz fikirlərimi deyirəm sadəcə. Reklam falan deyil. Qapıdan çıxanda yadıma düşdü. Sizə bu vacib aldığım Valbres'dən rajoku göstərmək istedim. Əslində həqiqətən vacibdir bizdə ötürü. Niyə? Çünki bizim burada bir rajokumuz var. Dəmirdən hər dəfə yuxarıdan asıran paltar asılan yerdən. Hər dəfə ayda yatanda o nə tərsi bir təsdiqlə düşməlidir orada. Ya paltar götürəndə və yaxud öz-özlüyündən. Və hər dəfə ona əsəb olam aydan yuxudan oyatdığına görə. Ona görə belə bir şey tapmışam. Valbres'dən. Əvvəla dəmir döylü, plasmasdır, amma çox belə bərkdir deyərdim. Və belə maqnetiz deyə rahat bir şəkildə burada tutub qapı yanına asmışam ki, rahat olsun. Cinir çıxmaq. Aydanı yuxudan da qoşmayasıdır. Də? Cidaq bacıyla qaqaşı gətirməğa. Halı yoxdur, 38 bir qızdırması var yazığın. Dərman vermək istəmirəm ki, axşam verirəm. Heç olmasa yatmadan öncə biraz rahat yuxulasın deyə. Biraz aparım hava dəysin. Başı da qarışsın. Halı yoxdur, dönüzüb gülməğa. Getdikcə. Deməli, bu sizlə bir yerdə aşmaq istədim. İndi gətirmişəm. Belə bir qabın içərisindədir. Ayda çıxan burada tək qoyuş yox. Zaten qoyuş getmişəm deyə. Məndən küsüddür. Mən mızıllıyım. 10 dəqiqəyə özdə getmişəm. Yəni çox bir 15-20 dəqiqə, yarım saatlıq yox. Düz 10 dəqiqəlik maksimum. Şimdi belə bir çıxaramamış. Dağılmış yəni. Qoy açım indi bunu qoşuyorum da. Düzü o sıxlarda görmüşdüm ki, bir neçə nəfərin işi dağılıb. Nə görə qorxurdum da yalan deyim. Amma görüyoruz ki, çox qorxurdum. Şöyle cevaptı. Biraz lazım. Evet, burada da sık kodlusu var. 9 ay. Böyle göstereyim. 2025 1 April. Yani təzə demək olar. Şimdi bunu biz Aydiçka xanımın ayına hazırlayasıyıq. Probelənməkdən ötürü. Mizmiz xanım. Hazır ayda oturmuşam. Bir də Esra'ya belə bir şeylər sifariş eləmişəm. Parası fərqlidir. Bu kilitlər içərisinə. Uşaqlara. Geçəkdir. Yəni 4 dənə 4 formada.
1, 2, 3, 4, 5, 6, 4 Aydiçka. Sağ ol, valla ailənətlərim. Yığışdırmadınız bizi. Hamına görə unpackingləri eləyəmirəm, yəni hər deyən. Görüyorsunuz. Bu arada bu 35 dənə idi, səhv eləmirəmsə və alanda belə, yəni çox alanda problem olmur. Çünki bizdə uşaq 3 dənədir deyə. Məsələn, əskərə aldığımı Esra'ya işlətmişdim. Esra'dan qalan olmamışdı. İndi bundan qalsa Aydiçka xanıma işlədəsi yox inşallah. Ay günündə görək gələn il nə qədər bilirik Aydiçka xanıma baxçı. Bir də belə yeyilən kağızdan nə deyirlər buna? Çəpənək belə sifariş eləmişdim ki, həm yesinlər, tortuş eləyəndən sonra. Zaten yemək istəyirlər də, hər dəfə deyirəm ki, yeyiləndə öyle, yeyiləni aldım. Onu da belə kutunun içərisində göndərdilər, əzilmişdi. Bu da onlar gizlədək bir yerə, Estaçka görməsin hələ ki. Estaya sumka almışım. Aldı sırası götürdü. Dedim daha günü də hədiyyə verməyəsiyə masa, xəbər olsun deyə yaxşı. Bakajı sumuşkum. Bu əslində, yəni ölçüsünü böyük bilmişdim. Əməlim 2-3 əl böyüklüyündə düşünmüşdüm amma belə əlimin içində balaca da çox balacadır. Əslində qaytarmaq istəydim. Prosto bu xanımca gördü və dedi ki, götürəsi yox bu qabını. Ona görə qaytaranmadım maalesef də. Sməşin olmaz qoy olsun. Bəyəndim. Forslusan, valla. Я люблю тикачавить. Тикачавить. Тикачавить цветочек. Цветочек, цветочек. Görüyorsunuz. Adamla bile kız olur. Цветочек красивый. Цветочек красивый. Цветочек тоже bilmedim. Sen de çetoçik. Sen de çörük dizime bak. Hazır uşaqlar evdə yoxkən bunu dedim açım kıvamına baxım. Görüyorsunuz şimdi əsl yani tort içərisi üçündü. Axışqan da öyle əsla. Və dadına da bir dənə baxaq. Yoxsa dadı. Çok şeydi. Çok şey tadı var həqiqətən. Mən özüm moruq aldım bu səfər. Amma gələn səfər əgər olası olsam mütləq mango falan denemək istəyirəm. Əslində bu səfər də istəyirdim. Prosto Esra belə malinalı, nə bilim, çeyləkli, qırmızı şeyləri deyək, xoşlaydı ya. Bunu aldım. Gələn səfər mütləq mango falan da denemək istəyirəm. Çünki xoşuma gəlir tortun içərisində mango dadı gələndə. Keçən gün sizlə söhbətləşəndə demişdim ki, videonu çəkəndə də ki, bəs Esra'ya don sifariş eləmişəm 2 dənə. Bir mavi rəngli idi, bir cəhrai rəngdə. Mavi olan rəngdə xoşuma gəlmişdi. Əslində sifariş verəndə. Güya onu götürəsiydim. Prosto Esra ilə getdik bir yerdə baxmağa ki, görəm də əynində təl durur. Mavi olan xoşuma gəlmədi, yəni əynində duruşu. Heç yəni şəkildəki kimi durmadı da. Maalesef ona görə cəhrai götürdük. Amma cəhrai da çox qəşəng deyildi. Esra'nın da o xoşuna gəldi. Onu götürdük. Amma indi sizə göstərməyəcəyəm. Çünki belə Acun'un vlogunda falan görəsiniz deyə düşünürəm. Və o gün axşam Pünhan'a deyəm ki, ayda Acun'da da heç olmasa giyinər qəşəng don. İndi amma özümə də bir daha ona oxşayan don almaq istəyirəm. Və bundan Pünhan'ın xəbəri yoxdur hələ ki. Yavaş-yavaş bura vasitəsilə Pünhan'a salamlar bu gün. Uşaqlarına hər ad gündən olanda hər bir şeylə aldı. Özümü də oraya əlavə edirəm ki, bəs mən də paltar almalıyım. Niyəsə. Belə, salam olsun Pünhan bəyə və dəyərli izləyicilərimizə. Belə, bu qədər. Hələ ki, videonu burada saxlayıram. Çünki çox uzun aldı. Mən normalde 10 dəqiqəlik, 13 dəqiqəlik videolar paylaşıram ki, yemək falan yiyəndə baxasınız. Çox vaxtınızı almayayım. Gəldi gənə. Videonun ardını, tort bəzəmə qismini, Acun'un vloglarını, Aycun'un vloglarını ondan əvvəl yəqin ki, növbəti videolarda çəkəsiyəm. İnşallah Aydiçka xanım imkan versə, həmişə bir şeylər barədə əmin-əminlə danışanda eləyə bilmirəm maalesef. Ümid edirəm, çəkə bilərəm inşallah. Sağ olun, izlədiyinizə görə minnətdaram. Növbəti vloglarda görüşərək, növbəti vloglara daha belə dolu bir şeylər çəkməyə çalışasıyam. Məndən bir yerdə qalın, izləyin, görəsiniz. Sağ olun, yorum yazmağı unutmayın. Bak eləyir. Evdə cüddü.